Invest Akademiya kanalına hər kəsə salamlar. Bu yaxınlarda Telegramda böyük bir yenilik baş verdi. İndi orada səhmlər və ETF-ləri almaq imkanı yarandı. Daha doğrusu onların tokenləşdirilmiş versiyaları. Bu videoda biz birlikdə bu xidmətin necə işlədiyini, ondan istifadə etməyə vacib olub-olmadığını, hansı müsbət və mənfi cəhətlərini olduğunu araşdıracağıq və ümumiyyətlə bütün bunların necə işlədiyini baxacağıq. Bu yaxınlarda hamıya Telegramda bildiriş gəldi. Pulqabı Wallet bölməsində yeni alt bölmə, səhmlər yarandı. Oraya daxil olaraq əvvəllər balansda kriptovalyuta ilə artırmaq, mübadiləsi aparmaq, eyni tonu saxlamaq, tokenləri stake etmək və s. mümkün olardı. İndi isə yeni funksiya əlavə edilir. Tokenləşdirilmiş səhmləri və ETF-lərin alınması. İlk baxışdan hər şey əla görünür. Bunlar həqiqətən də səhmlər və ETF-lərdirmi? Ancaq əslində biraz fərqlidir. Servis necə qurulub? Daxildə iki bölmə görürük, səhmlər və ETF-lər. ETF-lər arasında TQQQ, QQQ, SPY, VTI kimi məşhur fonlar təqdim olunub. Səhmlər arasında isə Tesla, Nvidia, Coinbase, Apple və səhmləri əldə etmək mümkün olan bir neçə başqa tanınmış şirkətlər tapmaq olar. Məsələn, şirkət seçirik, daxil oluruq, qiymətin mövcud dalğalanmalarını və şirkətin son dövrdəki nəticələrini əks etdirən qrafik görürük. Aşağıda bunun əsl səhm olduğunu barədə izahat verilir. İnterfeysin yuxarı hissəsində də xəbərdarlıq yerləşdirilib. Səhmlər tokenləşdirilmiş aktivlər və ETF-lər şəklində təqdim olunur. Bu tokenləşdirilmiş kağızlar X-Stock şirkət tərəfindən təmin edilir. Bir an sonra onların saytına nəzər salacağıq. XTS istər səhm, istərsə də ETF olsun. Tokenin qiymətini real aktivin dəyərinə bağlayan bir servisdir. O, istifadəçiyə seçilmiş aktivin qiymətini artımında və ya enməsində iştirak etmək imkanı verir. Lakin XTS vasitəsilə investisiya yüksək risklə və bütün qoyulmuş vəsaitlərin potensial itirilməsi ilə bağlıdır. Səbəbi aydındır. Söhbət kriptovalyutadan və tokenləşdirilmiş kağızlardan gedir. Burada çox şey texniki və bazar amillərindən asılıdır. Yuxarıda həmçinin xəbərdarlıq var. Bunlar əsl səhmlər deyil, tokenləşdirilmiş versiyalardır. Başqa sözlər, biz səhmin özünü deyil, onun qiymətinə bağlı olan token alırıq. Düzünü desək, bütün bunlar Forex dövrünün klassik broker sxemlərini çox xatırladır. Orada investorlara aktivin özünü deyil, CFD təklif olunur. Sən sanki səhm alırsan, amma əslində yalnız onun hərəkətini əks etdirən törəmə alət, derivativ əldə edirsən. CFD-lərin problemləri onlardır ki, onlar çox vaxt həddən artıq bahalı olur və yeni başlayanlar üçün əsl fırıldaq, yəni skam olur. Hər gün CFD üzrə pozisiya saxlamaq üçün komissiya tutulur və nəticədə investisiya adı pul itirmə vasitəsinə çevrilir. Beləliklə, Telegramın tokenləşdirilmiş səhmlərinin təsvirində istifadə olunan ifadələr şübhəli dərəcədə bu CFD-lərə bənzəyir. Yalnız blockchain və kriptovalyuta əlavə etdirməklə. Buna baxmayaraq, sistem həm bütöv səhmi, həm də onun bir hissəsini cəmi $1 başlayaraq almağa imkan verir. Balansı USDT ilə artırmaq, sonra maraqlandıran aktiv seçmək və onu əldə etmək olar. Məsələn, mən pulqabına $10 yatırdım və Robinhood səhminə bağlı token almaq qərarına verdim. Telegram bildirdi ki, promo dövr çərçivəsində alış üçün komissiya yoxdur. Təsdiqdən sonra mübadilə tamamlandı, mesaj göründü, menyuya qayıdıram, balansında $10 Robinhood tokeni olduğunu barəsində bildiriş görürəm. İndi o ya arta, ya azala bilər. Əməliyyatın özü də ani və rahat baş verir. Balansı artırsam, USDT-ni lazım tokenə dəyişməsini və salam aktiv sənindir. Amma alışdan dərhal sonra əsas sual yaranır. Bəs biz əslində nəyə sahibik? Biz həqiqətən də nə aldıq? Bunu başa düşmək üçün bu tokenləri buraxan şirkət saytından daxil olmaq, onun necə işlədiyini və ona etibar etməyin mümkün olub-olmadığını araşdırmaq lazımdır. X-Stock şirkətin saytında qeyd olunur ki, o, real səhmlərin qiymətini izləyən blockchain üzərində tokenlər buraxır. Onların servisi sayəsində istifadəçi əlçatan olan aktivlərin bütöv bir siyahı var. Əslində bu CFD-yə oxşardır.
Lakin daha ucuz variantdır. Çünki saxlama və əməliyyatların köçürülməsi xərcləri yoxdur. Bu əlbəttə ki, cəlbedici görünür. Ancaq istifadə şərtlərini dərindən nəzər salsaq, bir neçə vacib detalı görmək olar. Birincisi, şirkət hər hansı bir məsuliyyətdən tamamilə imtina edir. Əgər istifadeçi onların məlumatını investisiya məsləhəti və ya tövsiyə kimi qəbul edərsə, Xstock öz mümkün məsuliyyətini $50 məhdudlaşdırır. Yəni hətta bir nasazlıq baş verərsə, sənə qaytara biləcək maksimum məbləğ hesabında $1000 olsa belə $50'dır. Maraqlıdır ki, şirkətin fəaliyyətini İsveçrə qanunverici ilə tənzimlənir. Onların ana strukturu orada yerləşir və Xstock'un sözlərinə görə məhz o real səhm alır. Əslində, sən token alaraq pullarını bu şirkətə verirsən. O isə sənin adından əsl səhmləri alır və xidmət haqqı tutur. İlk baxışdan məntiqlidir. Amma sənədlərə daha dərindən nəzər saldıqda orada nüanslar başlayır. Əsas məqam, sənin səhmə sahiblik hüququn yoxdur. Tesla, Apple və ya hər hansı bir digər şirkətin tokenini almaqla sən səhmdar olmursan. Sənin səsvermə hüququn yoxdur. Səhmdarların yığıcaqlarını iştirak edə bilməzsən və birbaşa divizyon almırsan. Buna baxmayaraq, Xstock iddia edir ki, onların ana şirkəti həqiqətən də real səhmlər üzrə divizyendlər alır və onların token sahibləri üçün qismən əks etdirə bilər. Məsələn, onlar tokenin qiymətini artırmasında və ya istifadəçinin balansına kiçik bir məbləğin hesablanmasında istifadə oluna bilər. Ancaq bu yalnız gəlir imitasiyasıdır. Sənin divizyendlərin heç bir hüquqi haqqın yoxdur. Əgər Xstock yox olsa və ya ödəməkdən imtina etsə, tənzimləyici oradan müdaxilə etməyəcək. Çünki hüquqi cəhətdən sən qiymətə kağızın sahibi deyilsən. Şirkət açıq şəkildə bəyan edir. Siz səhmlərə sahib deyilsiniz. Biz divizyon hesablamağa və ya korporativ hərəkətləri həyata keçirməyə borclu deyilik. Əgər səhmləri tokenləşdirilmiş şirkət Stock Split elan edərsə, token sahibi heç bir əlavə token almayacaq. Xstock bu dəyişiklikləri öz mülayizəsində görə əks etdirə bilər, lakin buna məcbur deyil. Onlar tokenlərin sayını düzəldə, dəyərini dəyişə və ya ümumiyyətlə heç nə etməyə bilərlər. Hər şey yalnız onların istəyindən asılıdır. Və burada hər şey etimada gəlib çatır. Əgər Xstock böyük maliyyə orqanları tərəfindən təmizlənmirsə və faktiki olaraq istifadəçi qarşısında məsuliyyət daşımırsa, ona etibar etmək olarmı? Xstock saytında başqa vacib disclaimerlər var. Şirkət dürüst şəkildə xəbərdarlıq edir ki, heç bir zəmanət vermir. Xidmət olduğu kimi işləyir və əgər nəsə səhv getsə, buna görə məsuliyyət tamamilə istifadəçinin üzərinə düşür. Məsələn, hacker hücumu, texniki nasazlıq və ya vəsaitlərin oğurlanması baş verərsə, şirkət heç bir məsuliyyət daşımır. Eyni şey, ticarətin dayandırılması, servisin işinin dayandırılması və ya tənzimləyicinin müdaxiləsi kimi hallara da aiddir. Şərti desək, əgər sabah onlara gəlib desələr, platformanı bağlayın, çünki siz qeyri-legal birjasınız, onlar sadəcə bağlayacaqlar. Və ən xoşa gəlməz olan odur ki, onlar istifadəçiləri aktivləri qaytarmağa borclu deyirlər. Bu halda pullarla nə baş verəcəyini məlum deyil. Ola bilsin onlar sadəcə Karib adaları köçəcəklər və hekayə bununla bitəcək. Bundan əlavə şirkətin həqiqətən də real səhmləri aldığında heç bir sübut yoxdur. Onlar bunu edə biləcəkləri iddia edirlər, lakin etməyə məcbur deyirlər. Yəni sən Tesla'ya bağlı token alsan, heç kim zəmanət vermir ki, hardasa İsveçrə hesabında həqiqətən də bir Tesla səhmi var. Mövzumuza keçməkdən öncə sizə bu videonun sponsorunu təqdim etmək istərdim. Taksi 9111 sərfəli qiymətə yüksək xidmət. Mobil tətbiqdə Invest promokodunu istifadə edin və balansınıza 10 AZN əldə edin. Əgər siz də bizim buraxılışımızın sponsoru olmaq istəyirsinizsə, bizimlə e-mail vasitəsilə əlaqə saxlayın və ya Instagramda yazın. İndi isə bu servisin müsbət və mənfi cəhətləri haqqında danışaq. Müsbət cəhətləri yenə də var. Rahatlıq və sürət. Əgər sənin kriptovalyutan varsa, Telegramda pulqabı dərhal artıra və lazımlı tokeni ala bilərsən. Hər şey sürətli və vasitəçisiz baş verir. Məhdudiyyətləri olan ölkələrdən vəsait çıxma problemi.
Məsələn, əgər sənin valyutanın çıxarılması məhdudursa, kapitalı Telegrama köçürmək və tokenləşdirilmiş aktivlər almaq üçün kriptovalyutadan istifadə etmək daha asandır. Vergiləri bəyan etməmək imkanı. Bu bəyan əlbəttə ki, dürüst deyil, lakin çoxları bunu üstünlük hesab edəcək. Belə əməliyyatları izləmək çətindir və istifadəçilərin heç də hamısı onları vergi hesabatında göstərməyəcək. Qeydiyyata alınmamış vasitələrlə iş. Əgər bir şəxsin mənşəyi təsdiqlənmək çətin olan kapitalı varsa, bu cür servislər onu çoxaltmaq və bir təhər istifadə etmək imkanı verir. İndi isə burada daha çox olan mənfi cəhətlərə keçək. Zəmanət və məsuliyyət tam olmaması. Xtox şirkəti heç bir şeyə cavabdeh deyil. Əgər servis yox olarsa, vəsaitlərin geri qaytarmaq mümkün olmayacaq. Ümid edə biləcək maksimum məbləğ həmin $50 kompensasiyadır. Razılaşaq ki, şübhəli bir məmnuniyyətdir. Bunlar səhəm deyil, aktivlər üzrə müqavilələrdir. Əslində sən kağız deyil, onun qiymətinə bağlı olan token alırsan. Sənin səhmdar hüquqların yoxdur. Nə dividend, nə yığıncaqlara iştirak, nə də ki, mənfəət bölüşdürə bilərsən. İstənilən korporativ hadisələr əks etdirilə bilər, edilməyə də bilər. Hər şey şirkətin istəyindən asılıdır. Tənzimləmə yoxdur. Xtox'un tanınmış maliyyə tənzimləyicilərindən lisenziyası yoxdur. Əgər sabah token yox olsa və ya ticarət dayandırılsa, heç kim onları sənə pul qaytarmağa məcbur edə bilməz. Həm də tokenla bağlı olduğun səhm artsa və çox yüksələrsə belə, sənin tokenin sadəcə servisin texniki və ya hüquqi problemləri üzərindən dəyərsizləşdirə bilər. Legal pulları bağlı problemlər. Əgər sənin gəlirin varsa və vergi orqanlarına hesabatı verirsənsə, bu cür əməliyyatlarla aparmaq çətin olacaq. Belə əməliyyatları necə bəyan etmək və sonra mənfəəti ağzurnaya çıxarmaq aydın deyil. Potensial olaraq bu banklar və tənzimləyicilər tərəfindən bir çox suallara səbəb ola bilər. Hərlik bu suallar belə kritik görünmür, lakin bir neçə ildən sonra tənzimləyicilər tokenləşdirilmiş səhmləri diqqətə izləməyə başlayanda hər şey dəyişə bilər. Nəticə, hərlik mən bu servisdən istifadə etməzdim. Bu etibarlı investisiya alətinə bənzəmir. Həddinin artıq çox risk və çox az real üstünlük var. Buna baxmayaraq, tokenləşdirilmiş aktivlər istiqaməti inkişaf edəcək. Zamanla tənzimlənən həllər ortaya çıxacaq. Lakin əgər sənin legal gəlirlərin varsa və ABB, XM, Leo və ya Interactive Brokers kimi rəsmi brokerlərdən işləyirsənsə, Telegram vasitəsilə aktiv olmağın heç bir mənası yoxdur. Ola bilsin ki, gələcəkdə tokenləşdirilmiş səhmlər bazarda həqiqətən də öz yerini tutacaq. Xüsusilə söhbət SpaceX və ya OpenAI kimi private equity gedirsə, hansıların ki, səhmlərini indi açıq platformalarda almaq mümkün deyil. Əgər onların tokenləşdirilmiş tənzimləyən şirkətləri, məsələn, Robinhood kimi brokerlər həyata keçirsə, o zaman bu işlək bir modelə çevrilə bilər. Amma indiki formada Telegram və Xtox kimi servislər vasitəsilə bu həddinin artıq risklidir. Heç bir zəmanət, anlaşılmaz səlahiyyətlər, tənzimləmə və məsuliyyətin olmaması bütün bunları bu cür investisiya olduqca şübhəlidir. Əgər siz də investisiya etmək istəyirsinizsə, lakin nədən başlamaq lazım olduğunu bilmirsinizsə, biz sizə köməklik edə bilərik. Videonun təsvirindəki linkə keçid edin və orada qısa formanı doldurun. Sizin tələblərinizi əsasən bizim komandamızın müvafiq üzvü sizinlə əlaqə saxlayacaq və investisiya aləmində ilkin addımları atmağa köməklik edəcək sizə. Əgər sənin normal brokerə çıxışın varsa, belə servislər vasitəsilə tokenləşdirilmiş səhmlər almağın mənası yoxdur. Hərlik bu investisiyadan çox eksperimentə bənzəyir. Bu mənim şəxsi fikrim idi. Şərhlərdə nə düşündüyünüzü qeyd etməyi unutmayın. Telegramda belə servisləri istifadə etməyə düşünürsünüzsə, hələ tələsməyə dəyməz. Amma Telegramda bizim investor klubuna rahat qoşula bilərsiniz. Orada investisiya haqqında ətraflı məlumatlar və yeni xəbərlər olur. Həmçinin təcrübəli investorlar öz fikirlərini bölüşürlər, yeni qoşanlar isə maraqlı olan sualları verirlər. Videonu mütləq bəyənin, kanalımıza abunə olun. Hamınıza uğurlu investisiyalar.